Əvvəlcə, demək, dünən biz bu barədə danışdıq. Tənzilə Rüstəmxanlı ilə bağlı sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdilər. Gündəlik Sabir Rüstəmxanlı Tənzilə Rüstəmxanlını müdafiə edib, həyat yoldaşını müdafiə edib, hətta kəskin bir ifadələr işlədib. Sabir Rüstəmxanlı öz həyat yoldaşının müdafiəsinə beləcə qalxdı. Əxlaqsız, öz millətindən bir xəbər deyə bir yazı paylaşıblar, məqala yazıblar. Nədən yazırsan yaz. Hadisələrə necə münasibət bildirirsən bildir. Söhbətin nədən getdiyini bilməyən bir dəstə nadan, böhtancı, şər atmağa fürsət gəzən əxlaqsız öz millətindən bixəbər ortaya düşüb sənin sözünü öz ağılları ilə kəsən və ya şərəfsizliklərinə uyğun şəkildə yozacaqlar. Bəlkə biz Xameyniyə yaz keçirmişik. Bunu sabiq deputat Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib. Sabir Rüstəmxanlı həyat yoldaşı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının İranın ali rəhbəri Əli Xameneyinin vəfatının 40 mərasiminin Bakıda keçirilməsi ilə bağlı fikirlərini tənqid edənlərə belə cavab verib. Bəlkə siz yası keçirənlərin kimliyini və məqsədini bilmirsiniz. Hansı haqla bizi bu işlərə qatırsınız? Yas simvolik məna daşıyır demək, yas keçirmək və ya ona haqq qazandırmaqdır. Bu sözü demək İran molla rejimini müdafiə etməkdir. Dil bilmirsinizsə gedin oxuyun, dilimizi öyrənin. Gedin 28 il öncə və 4 ay əvvəl Xameyniyə yazdığım açıq məktubları tapıb oxuyun. Görün kim indiki İran rejiminin düşmən mahiyyətini məndən artıq açıq göstərib. Kim İran türklərinin hüquqlarını 10 illərlə ardıcıl şəkildə müdafiə edib. Biri türkçülüyümüzə dil uzadır. Biri bizə İranpərəst deyir. Digərləri İran düşməni kimi haqqımızda fitva verir. Bu nə qara güruhdur? Sizin ananız, bacınız, qızınız yoxdur. Zərrə qədər namusu, qeyrəti olan adam başqasının ailəsinə dil uzatmaz. Sürü təfəkkürü ilə yaşayan və uydurma kimliklərlə ortaya çıxanlar nə vaxta qədər üzdə olan adamlarımızı gözdən salmağa çalışacaqlar. Bu insan olana yaraşan işdir. Xatırladaq ki, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda rəsmləri iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirə yaratmışdı. Başqa dövlətin dini lideri üçün yas mərasiminin təşkili tənqid edilib. Və dəyərli dostlar, elə bu mövzu ilə bağlı Sabir Rüstəmxanlının həyat yoldaşı bir açıqlama vermişdi. Sizcə düzmü tənqid edirlər? Tənqid yox, təhqir edirlər. Axı, burada belə çıxır ki, daha heç kim çıxıb danışa bilməsin də. Adamı da söyərlər, qadını da söyərlərim. Qadını da söyərlərim, əziz izləyicilər, əziz dostlar. Tənqidi fikirlərim var deyə, axı, Sabir Rüstəmxanlı Xameyniyə məktub yazmışdı illər öncə, bir neçə il bundan qabaqda. Həmişə Azərbaycanlıların müdafiəsi ilə bağlı Sabir Rüstəmxanlının çıxışları olub. Bax, indi Tənzilə Rüstəmxanlı
Deyir ki, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin vəfatının 40-cı günü ilə bağlı Bakıda rəsmilərin iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə başqa dövlətin dini lideri üçün Azərbaycanda yas mərasiminin təşkili tənqid edilib. Milli Məclisin İctimai Biliklər və Dini Qurumlar Komitəsinin üzvü Tənzilər Rüstəmxanlı Pravda açıqlamasında mərasimi müdafiə edib. Deputat bildirib ki, Azərbaycanla İran arasında münasibətlər tarixən dostluq, qonşuluq və qarşılıqlı əməkdaşlıq üzərində qurulub. Onun sözlərinə görə iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr yüksək səviyyədə olub. Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın İranla bağlı humanitar addımlar və Prezident İlham Əliyevin Xameneyinin vəfatı ilə bağlı ilk başsağlığı verən xarici lider olması iki xalq arasında mənəvi yaxınlığın göstəricisi kimi qiymətləndirilə bilər. Deputat həmçinin Xameneyinin 40 mərasiminin ilk dəfə xarici ölkə kimi Azərbaycanda keçirilməsini simvolik adlandırıb. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə təşkil olunan mərasim dini dəyərlərə sadiqlik və İran xalqına mənəvi dəstək kimi qiymətləndirilməlidir. Əziz dostlar, sizcə Azərbaycanda başqa dövlətin dini lideri üçün belə mərasimin keçirilməsi doğru addımdırmı? Xahiş edirəm, yazın və burada rəylərdə nələr yazırlar? Burada İranı da tənqid edirlər. Müdafiə edənlər də var. Və görək Sabir Rüstəmxanlının elə bu cavabına, bu rəyinə kimlər cavab verir? Səxavət İsmail. Hörmətli Sabir Rüstəmxanlı müəllim, siz Azərbaycan xalqının görkəmli ziyalısınız. Meydan TV bunu paylaşıb, yazıb ki, Meydan TV'nin yazılarına zaten ağıllı insanlara əhmiyyət vermir. Əyyub Məhəmmədi yazır ki, niyə Xameneyinin 40 Azərbaycanda keçirilir ki, bu Əyyub Məhəmmədi Amerikada yaşayır. Elman Şamiyev. Əksəriyyət, əziz dostlar, elə burada sərt ittihamlar səsləndiriblər ki, sadəcə mən bunu buradan səsləndirə bilmirəm. Aygün Manafova yazır ki, Xameneyə yas tutub məclis keçirməklə bir daha sübut etdilər ki, iki dost qardaş ölkənin arasında fitnə çıxarmaq istəyənlər istəklərinə nail ola bilmədilər. Səməd Kərimli yazır ki, düzgün addımdır. Dünya müsəlmanlarının, xüsusilə də Şiə dünyasının rəhbəri, dünyanın ən pozğun və ən rəzil düşmənlərinin əli ilə şəhadətə ucalıb. Artıq 40 gündür ki, dünya matəmə qərq olub, o cümlədən bizim ölkənin müsəlmanları da. Şəhid olan şəxs adi biri deyil, dediyim kimi dünya müsəlmanların rəhbəridir və ona hörmət göstərmək müsəlmanlara vacibdir. Şəhid olan şəxs demək, məzhəbimizdəndir, qanı qanımızdandır. Səməd Kərimli yazıb. Şəfa Rəsulova yazır ki, şəhid olan qonşu dövlətin ən yüksək simalarındandır. Buna görə dövlət işləri iştirakı və müsbət qarşılanması təbiidir. Zamiq Abbasov yazır ki, dədələrinə yas saxlamayanlar indi Xameneyinin yasını tutur. Yasaman Səfərova yazır ki, ata anasından xəbəri olmayanlardır. Bizə o qədər yanlış təbliğ etdilər, indi özlərinə qarşı olaraq işlər edirlər.
Bu xalq sizin yalan və doğrularınızda oturub durmur. Anar Salayev yazır. Hörmətli Səngər TV-nin izləyiciləri, siz nə düşünürsünüz? Siz necə düşünürsünüz? Azərbaycan dövlət olaraq düzmü etdi Xameynin yas mərasiminin Azərbaycanda 40 mərasiminin Azərbaycanda keçirilməsi? Yoxsa biz elə qonşu olaraq düşmənmi olmalıydıq? Xahiş edirəm, yazın. Mehman İslamov yazır ki, Xameyni Allah rəhmət eləsin, bunu dövlət baba bilər. Dəyərli dostlar, efirə qoşulmaq istəyən var. Buyurun, demək, Yalçın Cəbrailov. Bizim daimi izləyicimiz Yalçın bəy efirə qoşulmaq istəyir, görək. Xahiş edirəm, bəyənin paylaşın dostlar. Salam Yalçın bəy, hər vaxtınız xeyir olsun, buyurun.